Salam hörmətli həmkarlar. Gəlin yola saldığımız həftəni dəyərləndirək. Hansı işləri həyata keçirdik və gələcəkdə nələri yoluna qoyasıyıq? Buyurun, Meriyanın İnzibati Xidmətinin rəhbəri cənab Mamukanı dinləyək. Salam, İnzibati Xidmət həmişəki kimi fəaliyyətinə adi qaydada davam edir. İnzibati xidmətin şöbələri fəal şəkildə bələdiyyənin gündəlik həyatında iştirak edirlər. Ötən həftə İctimai Əlaqələr şöbəsi dəfələrlə kəndlərdə, görüşlərdə oldular. Bələdiyyəmizin kəndlərində həyata keçirilən və hazırda davam edən infrastruktur layihələrə baş çəkdilər. Məsələlərlə infrastruktur xidmətinin rəhbəri ilə birlikdə yaxından tanış oldular. Olduqları məkanlarda çəkilişlər apararaq bələdiyyədə görülən işləri mətbuat vasitəsilə yayımladılar. Biz bu səpkidə işləməyə davam etməyi düşünürük. Yeniliklər barədə öz Facebook səhifəmizdə yayımlayacağıq. Həmçinin mətbuat vasitələri ilə əməkdaşlıqla da yenilikləri əhalinin diqqətinə çatdıracağıq. Bilirsiniz ki, hazırda bələdiyyəmizdə bir çox layihə həyata keçirilir. O cümlədən infrastruktur layihələr reallaşdırılır. Bütün bunlar barədə yerli televiziya vasitəsilə və digər mətbuat vasitələri ilə insanlara məlumat vermək bizim borcumuzdur. Hüquq şöbəsinə gəldikdə isə əməkdaşlar canla başla, uğurla fəaliyyət göstərirlər. Son zamanlar sərəncamların verilməsi, əmrlərin hazırlanması artıbdır. Bilirsiniz ki, bələdiyyəmiz çox canlı bələdiyyədir. Hər sahədə işlər gedir və hüquq şöbəsi bütün işlərdə fəaldır. Qeyd etdiyim kimi, ictimaiyyətlə əlaqələr şöbəsi kəndlərdə görülən işlərlə şəxsən tanış olur. Bu işlərdə isə onlara Merin kəndlərdəki müvəkkillərinin əməkdaşları yardımcı olurlar. Kənddə onları qarşılayaraq həyata keçirilən layihələri əməkdaşlarımıza göstərirlər. Yerində son durumla bağlı onlara məlumat verirlər. Vətəndaşların qəbulu şöbəsinə gəldikdə isə gün ərzində əməkdaşlar 400-dən 450-yədək ərizə qəbul edirlər. Bununla yanaşı elektron qəbul edilən ərizələrə baxış, onları dəyərləndirmək, müvafiq xidmətlərə göndərmək, bütün bunlar sözü gedən şöbənin işidir. Nazirliklər və hökumət strukturlarından eyni zamanda müxtəlif obyektlərdən gün ərzində 200-230 elektron məktub daxil olur. Bəli, çox sağ olun. Meliorasiya xidmətinə sözü verirəm. Xidmətdə nələr baş verir? Problemlər varmı? Salam. Bizim xidmətdə qəza halları çoxaldı. Daha yay sezonu yaxınlaşır deyə qəzalar var. Biz də hər birinin öhdəsindən gəlməyə çalışırıq. Bugün bizim qrup bəylərə Arent sahəsinə gedib. Orada 3 gün idi əhaliyə suvarma suyu gəlmirdi. Onu həll etməyə getdilər. Eyni zamanda Şaumyanda su nasosu çalışır. Onun əhali üçün həllinə çalışırıq. Orada su nasosuna elektrik enerjisi daxil olmur deyə işləmir. Bənzər problemlə Xixan kəndində də qarşılaşmışıq. Orada da su nasosuna elektrik enerjisi daxil olmur deyə nasos işləmir. Bir əlavə etmək istəyirəm. Deməli, Marneuldə 3 kənddə su nasosu ilə bağlı ehtiyac var. Bununla bağlı inşaatçılar gəlirlər. Hərrac İnfrastruktur Nazirliyi tərəfindən elan olunub. Bizdən xahiş etdilər ki, sizinlə, yəni Sobçal idarəsi ilə əməkdaşlıq etmək istəyirlər. Onlara sizdən bir nəfər əməkdaş lazımdır. Dediyiniz kimi, Şaumyan kəndində, Xixanidə və Baydarda su nasosuna ehtiyac var. Mütləq İnfrastruktur Nazirliyinin əməkdaşlarına yardımcı olması üçün xidmətinizdən bir əməkdaş ayırın, ona tapşırıq verin ki, onlara yardımcı olsun. Bəli, bizim bu məsələ ilə bağlı xəbərimiz var. Əməkdaşlığa hazırıq. Xixani kəndində nasos üçün lazım olan elektrik enerjisini kənddə bir neçə nəfərlə söhbət etdik, həll etdik. Müvəqqəti də olsa nasos üçün bizə elektrik enerjisi verirlər.
Bugün əməkdaşlarımız Baydardakı nasosun təmiri ilə məşğuldurlar. Sonra oradan Xixaniyə keçəcəklər. Xixaniya nasosuna hərrac elan olunub. Tezliklə həll olunacaq. Sadaxılda da xırdapara problemlərimiz var. Suvarma suyu ilə bağlı. Biz su idarəsi olaraq bu problemləri mümkün qədər yerində həll etməyə çalışırıq. Transportdan. Bəli, sağ olun. Nəqliyyat idarəsində vəziyyət necədir? 2 kəlmə ilə məlumat verərdiniz. Salam. Bələdiyyə nəqliyyatı xidməti normal çalışır. Hər istiqamətdə nəqliyyat vasitələrimiz sazdır. Sürücülərimiz iş başındadırlar. Yalnız Algetin bir avtobusu təmirdədir. Biraz ciddi problemi var. 2 aydır təmirə saxlanılıb. Bizdən asılı olmayan səbəblərdən hələ də avtobus fəaliyyətini bərpa edə bilmir. Daha doğrusu, problemin nə olduğunu diaqnoz qoya bilmirlər. Bizimlə əməkdaşlıq edən şirkətlə müqaviləni dəyişərək işləyə bilərikmi deyə çalışdıq. Çünki əhali zərər çəkir. Amma yox, müqavilə ilə 90 gün vaxt var. Müqaviləni poza bilmərik. Əslində sıradan çıxan avtobus təzə avtobusdur. Çox güman ki, zavod problemi var. Ona görə hissəsinin düzəldilməsi vaxt tələb edir. Yayda avtobusun gün ərzində fəaliyyət vaxtı uzana bilərmi sualına belə cavab verim ki, əgər əhali tələb etsə, bizdə imkan var ki, axşam saat 8-ə kimi avtobusun fəaliyyət vaxtını uzadaq. Amma hazırda avtobuslar kəndlərə saat 6-ya kimi hərəkət edir. Bəli, biz də çalışırıq ki, bələdiyyədə nəqliyyat vasitələrimiz lazım olan kimi fəaliyyət göstərsin. Hazırda yeraltı qovşaqlar səhmana salınır deyə biraz yubanma var. Amma yeraltı sistemlər səhmana salındıqdan sonra biz artıq nəqliyyat vasitələrinin daha yaxşı çalışması istiqamətində çalışacağıq. Çox sağ olun. Kommunal xidmətdə vəziyyət necədir? Salam. Subta Marneuli kommunal xidmətində fəaliyyətimiz normal şəkildə davam edir. Bələdiyyə ərazisində gündə təxminən 220 kilometr məsafə süpürülür. 250 kub zibil təmizlənir bələdiyyəmizdən. Bayır işıqları ilə də məşğuluq. Cəmi 20 min ədəd bələdiyyə ərazisində küçə lampaları var. Onların quraşdırılması, sıradan çıxan lampaların yenisi ilə əvəz edilməsi, bütün bunlar bizim öhdəliyimizdədir. Bizə heç olmasa 6 ədəd əməkdaşı yüksəyə qaldırıb onun lampanı dəyişməsinə yardımcı olması üçün 6 maşına ehtiyacımız var. Bundan əlavə vauçerlə bilirsiniz ki, bu il sosial az təminatlı vətəndaşların torpaqlarını şumladıq. Belə ki, bələdiyyəmizdə 51 ailənin 21,5 hektar torpağını şumlamışıq. Onda qeyd edim ki, bizim xidmətdə istirahət günü yoxdur. Bütün digər idarələrdən fərqli olaraq biz hər gün işləyirik. 200-dən çox sosial az təminatlı və yaşlı vətəndaşa, onun ailəsinə odun verdik. Ərizə əsasında daxili arxların içinin təmizlənməsində də yardımçı olduq. Əhali zibil qablarına elə tullantılar atırlar ki, bizim tullantıları pres edən maşınımız onu qəbul etmir. Qəbul etsə pres edən alətləri sınır və onların yenisi ilə əvəz olunması həm xərc tələb edir, həm də zaman. Ona görə də biz meriyadan xahiş etdik belə tullantılar üçün xüsusi maşın alınsın. Hazırda samasval tipli maşın alınır. Yaxında bizim xidmətə təhvil veriləcək. Salam. Subta Marneuli kommunal xidmətində fəaliyyətimiz normal şəkildə davam edir. Bələdiyyə ərazisində gündə təxminən 220 kilometr məsafə süpürülür. 250 kub zibil təmizlənir bələdiyyəmizdən. Bayır işıqları ilə də məşğuluq. Cəmi 20 min ədəd bələdiyyə ərazisində küçə lampaları var. Onların quraşdırılması, sıradan çıxan lampaların yenisi ilə əvəz edilməsi, bütün bunlar bizim öhdəliyimizdədir.
Bizə heç olmasa 6 ədəd əməkdaşı yüksəyə qaldırıb onun lampanı dəyişməsinə yardımçı olması üçün 6 maşına ehtiyacımız var. Bundan əlavə vauçerlə bilirsiniz ki, bu il sosial az təminatlı vətəndaşların torpaqlarını şumladıq. Belə ki, bələdiyyəmizdə 51 ailənin 21,5 hektar torpağını şumlamışıq. Onda qeyd edim ki, bizim xidmətdə istirahət günü yoxdur. Bütün digər idarələrdən fərqli olaraq biz hər gün işləyirik. 200-dən çox sosial az təminatlı və yaşlı vətəndaşa, onun ailəsinə odun verdik. Ərizə əsasında daxili arxların içinin təmizlənməsində də yardımçı olduq. Əhali zibil qablarına elə tullantılar atırlar ki, bizim tullantıları pres edən maşınımız onu qəbul etmir. Qəbul etsə pres edən alətləri sınır və onların yenisi ilə əvəz olunması həm xərc tələb edir, həm də zaman. Ona görə də biz meriyadan xahiş etdik belə tullantılar üçün xüsusi maşın alınsın. Hazırda samasval tipli maşın alınır. Yaxında bizim xidmətə təhvil veriləcək. Əlbəttə, çox sağ olun, aydındır. Cənab Beso, sizin xidmətlə bağlı məlumat verin. Bizim işlərimiz normal qaydada davam edir. Ancaq tullantıların emalında istifadə etdiyimiz maşın xarab olub. Bugün onu Tiflisə təmirə göndərmişik. Bəli, aydındır. Mənim sizdən bir xahişim olacaq, cənab Mamuka. Vətəndaşların qəbulu şöbəsindən də xahiş edək ki, vətəndaşlara əllərindən gəldiyi şəkildə ürəkdən canla başla xidmət etsinlər. Biz də digər xidmətlər olaraq onların qulluğunda hazırıq. Məhz bu şəkildə bütün istiqamətlərdə fəaliyyətimizi yaxşılaşdıra bilərik. Hamınız çox sağ olun, gələn görüşlərədək.